Xoş gördük Elm TV izləyiciləri. Bugünkü mövzumuz süni intellektin ədəbiyyata təsiridir. Qonağımız isə filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlıdır. İnci xanım, xoş gəlmişsiniz. Xoş gördük Şəmli xanım. Bugün elm dünyasının əsas hədəfi insanlar kimi düşünən və qərar verən, hətta onlardan daha ağıllı süni intellektli robotların hazırlanmasıdır. Və istəsək də, istəməsək də süni intellekt həyatımıza daxil olub. Və süni intellekt ədəbiyyata necə təsir edə bilir? Bu mümkündürmü? Çox sağ olun. Əvvəlcə təşəkkür edirəm Şəmli xanım mənə dəvət elədiyiniz üçün. Onu deyim ki, süni intellektin ədəbiyyata təsiri təbii ki, çox böyükdür. Və onu da siz dediniz, insandan daha ağıllı, süni intellekt insandan daha ağıllıdır. Ancaq mən onu deyim ki, süni intellekt insandan daha ağıllı ola bilməz. Çünki süni intellekti insan yaradır. Yəni bizim yaratdığımız bir şey bizdən ağıllı ola bilmir. Amma onu deyim ki, süni intellekt bizi idarə edə bilir. Yəni biz artıq telefonlarımıza, kompüterlərimizə o qədər aludə olmuşuq ki, artıq onların təsirindən çıxa bilmirik və bizə çox böyük təsir edirlər. Süni intellektin ədəbiyyata təsirinə gəldikdə, onu deyə bilərəm ki, son dövrlərdə ölkəmizdə, yəni Prezident İlham Əliyevin Azərbaycan Respublikasının 2026-28-ci illər süni intellekt strategiyasının təsdiq olunmasından sonra demək olar ki, ölkədə bu sahədə böyük bir sıçrayış baş verdi. Düzdür, ondan əvvəl də yəni biz istifadə edirdik süni intellektdən müəyyən məqsədlərdə, müəyyən dərəcədə istifadə edirdik. Ancaq bu sərəncamdan sonra elə bil ki, ölkədə süni intellektlə bağlı bir canlanma baş verdi. Və biz başladıq ədəbiyyata, elmə, hətta yəni elmin bütün sahələrinə və öz şəxsi həyatımıza demək olar ki, süni intellektin gözü ilə baxmağa. Və ədəbiyyata təsirinə gəldikdə süni intellektin onu deyim ki, çox böyük bir sıçrayış baş verdi. Belə ki, artıq istifadə elədiyimiz proqramlar bizə hazır mətnlər verir. Yəni biz tutaq ki, bir hekayə yazmaq istəyirik. Yazırıq onun adını və yaxud da içində nələrdən istifadə eləmək istəyirik, düşüncəmizi yazırıq ki, belə bir şey istəyirəm. Süni intellekt bizə belə bir hekayə hazırlayır. Ancaq məsələ bunun hekayə də hazırlayır, roman hazırlayır. Hətta yəni elə nümunələr var ki, 100 səhifə, 200 səhifəlik bir roman, bir povest, bir hekayə, belə bir şeylər, demək olar ki, bir kitab hazırlayır süni intellekt. Amma onları biz diqqətlə oxuyanda görürük ki, orada insan ruhu yoxdur. Yəni ədəbiyyata təsir var əlbəttə ki, bu bizim ədəbiyyatımızı sürətləndirir, inkişaf elətdirir. Dünya arenasına biz çıxa bilirik, yəni dünyaya inteqrasiya edə bilirik, dünyadan nə isə ala bilirik və özümüzü dünyaya tanıda bilirik. Bu bölümdən, bu hissədə əlbəttə yaxşıdır, çox əladır. Amma digər tərəfdən baxanda orada ədəbiyyatda insan ruhunun ölməsi, yəni ədəbiyyatımıza heç bir şey qazandırmır. Biz insan olaraq süni intellektdən elə bir ədəbiyyat üçün deyirəm bunu. Yəni əslində bütün sahələr üçün deyirəm, xüsusən də ədəbiyyat üçün biz bunu elə istifadə etməliyik ki, süni intellekt bizim ruhumuzu əlimizdən almasın. Yəni biz o hekayəni oxuyanda o hekayəni ki, süni intellekt yaradıbdır, biz onu oxuyuruq və oradan görürük ki, həqiqətən bu insan düşüncəsinin, insan ruhunun, ruhu ilə yazılan hekayədən çox seçilir. Orada his, ruh, insanın beynindəki o baş verən təlatümlər, insanın ruhunda baş verən o təlatümlər, o süni intellektin yazdığı hekayə romanlarda yoxdur. Amma tarzlığı necə qurmaq olar? Yəni, süni intellekt əslində baxır ki, necə istifadə edir. Məsələn, biz elmdə tutaq ki, məqalə yazırıq, süni intellektin təbii ki, istifadə edirik. Artıq dövrümüz o dövrə gəlib ki, süni intellektsiz heç bir şey eləmirik daha doğrusu. Ona görə ki, süni intellekt bizi sürətləndirir. Məsələn, əvvəllər biz bir məqaləni, tutaq ki, elm aləmindən danışırıq, yazırdıqsa əgər 2 aya, 3 aya və ya 4 aya, çünki oradan biz mənbələri tapmalıydıq. Bilirsiniz, əvvəllər kitabxanalara gedirdik, orada onları axtarırdıq, kitabları tapırdıq və oradan mənbələrdən istifadə edirdik. Amma indi artıq o kitabxanalara getmək vaxtımız, onları axtarmaq vaxtımız, artıq onlar hamısı sürətlənmiş şəkildə 5 dəqiqə ərzində internetə giririk və ya süni intellektin müəyyən proqramlar var, ora müraciət edirik. Oradan həmin mənbə bizə hazır vəziyyətdə verilir. Kitabın özü,
içərisi, hətta bizə o formada təqdim olunur kitab ki, biz oradan istədiyimiz frazanı belə hansı səhifədə olduğunu seçib çıxarda bilirik. Yəni artıq texnika bu cürə, süni intellekt bu cürə inkişaf eləyibdir və bizim işimizi sürətləndirir. Amma ədəbiyyatda və ya elmdə süni intellektin istifadəsində bir etika olmalıdır. Yəni biz o etika çərçivəsindən kənara çıxmamalıyıq. Əgər o çərçivədən kənara çıxarıqsa, bu artıq həm plagiata girir, həm müəllif hüquqlarını biz pozmuş oluruq, həm də ki, yəni lazımsız bir şeydən istifadə etmiş oluruq. Çünki artıq indi elə proqramlar var ki, yazdığımız şey indi artıq bizim məqalələrimizdə, yəqin ki, sizin xəbəriniz var. Bütün məqalələr plagiata gedir. Orada bir proqram var, verilir plagiata, yoxlanılır və orada məlum olur ki, neçə faiz əsl mənbədən götürülübdür və ya neçə faiz süni intellektdən istifadə olunubdur. Və əgər orada faiz keçirsə, artıq o plagiat hesab olunur. Ona görə də mən belə düşünürəm ki, biz ədəbiyyatda da, elmdə də süni intellektdən istifadə etdikdə onu etika çərçivəsində müəllif hüquqlarına əsaslanaraq, müəllif hüquqlarını qoruyaraq onlardan istifadə etməliyik. İnci xanım, bəs ümumiyyətlə süni intellekt, rəqəmsallaşma şəxsşünaslıq elminə necə təsir göstərir? Bütün elmlər, bütün sahələrə daha doğrusu, yəni prezidentimizin bu qərarından, sərəncamından sonra süni intellekt demək olar ki, bütün sahələrdə bir sıçrayışa gətirib çıxartdı. O cümlədən şərqşünaslıqda da bildiyiniz kimi prezidentin bu qərarından sonra Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində qərar qəbul olundu ki, rəyasət heyətinin tərkibinə daxil olan bütün institut və təşkilatlarda süni intellektlə bağlı şöbələr yaradılsın. Və bu şöbələr yaradıldı. O cümlədən Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda da rəqəmsal şərqşünaslıq və süni intellekt adlı bir şöbə yaradıldı. Və biz hazırda o şöbədə mən də çalışıram və o şöbənin məqsədi bundan ibarətdir ki, şərqşünaslıqdan bildiyiniz kimi şərqşünaslıq böyük bir elm sahəsini əhatə edir. Bura dil, fəlsəfə, hüquq, ictimai elmlər və bu elmlərin hamısının bir toplusu Şərqşünaslıq İnstitutunda toplaşır və orada bunların süni intellektdən istifadə edərək və rəqəmsallaşmadan istifadə edərək şərqşünaslıq elminin dünyaya inteqrasiyasını yaratmaqdır. Yəni, məsələn, bizim bu vaxta qədər məqalələrimizi və ya kitablarımızı hazırlayırdıq. Bu, bizim öz daxilimizdə, yəni biz öz cəmiyyətimiz bunu tanıyırdı, yəni tanıda bildiyimiz qədər. Yəni, bunu ancaq Azərbaycan cəmiyyəti tanıyırdı. Ancaq indi elə bir, düzdür, bu əvvəl də var idi, amma çox az bir faizdə idi. Amma indi artıq elə bir şərait yaranıbdır ki, biz çap elədiyimiz kitablarımızı, məqalələrimizi yüklüyürük. Bildiyiniz kimi profillər yaranıbdır, yəni rəqəmsallaşma ilə bağlı. Bütün institut işçiləri üçün profillər yaradılıbdır və bu profillərin dünyaya inteqrasiyası var. Bu profillərlə biz dünyaya inteqrasiya edirik, dünya ilə əlaqə qururuq. Məsələn, mən tutaq ki, məqaləmi o profilimdə yerləşdirdikdən sonra dünyanın istənilən yerində hansısı kimsə əgər məsələn mənim yazdığım mövzu ilə maraqlanırsa, ora bir cümlə ilə yazanda, axtarış verəndə artıq mənim məqaləm onun qarşısına çıxır və o mənim məqaləmi oxuyur və mənə istinad eləyir. Və mən artıq dünyada tanınmış bir alim oluram. Yəni, tək ölkədə tanınmaq artıq dünyamız elə bir vaxta gəlib çıxıbdır ki, ölkədə tanınmaqla biz heç bir şey edə bilmirik. Mütləq dünyaya inteqrasiya eləməliyik və bu baxımdan rəqəmsallaşma, süni intellekt bizə bu sahədə çox kömək edir. Və o cümlədən şərqşünaslıqdan, məsələn, yazılı abidələrin oxunması, o bildiyiniz kimi şərq dilləri, ərəb, fars, urdu dillərinin bunların hamısının əlyazmalardan öyrənilməsi, tərcümə edilməsi, transliterasiya edilməsi, bunlar hamısı vaxt aparan şeylərdir. Məsələn, bir əlyazmanı biz əvvəl oxuyurduq, tutaq ki, onu əvvəlcə əlyazmanı götürürdük. Əlyazmalar İnstitutundan və yaxud da hansısa xarici ölkənin institutundan onu gətizdirirdik və ya özümüz ezamiyyətə gedib gətirirdik. Bu şəkildə əlyazma əldə olunurdu. Sonra əlyazmanın üzərində çalışırdıq ki, bu əlyazma hansı dildə yazılıbdır, bunun dili nədir, bunun hansı, bilirsiniz, yazılı əlyazmalarda xüsusi dillər var, küfi, nəsx,
və bunu biz müəyyənləşdirirdik ki, bu hansı xətt növündə yazılıbdır, hansı ilə aiddir. Yəni çox uzun bir zaman alırdı. Amma indi məsələn, mən sizə bunu nümunə üçün gətirmişəm, göstərirəm. Süni intellektdə proqram var. Əlyazmanı bu şəkildə, bilmirəm belə görünürmü? Baxın, əlyazmanı bu şəkildə süni intellektdə yerləşdiririk və nəticə istəyirik. Deyirik, bizə bu mətni analiz et. Və süni intellekt bizə heç 5 dəqiqə belə çəkmir. Mətni bizə analiz eləyir və göstərir ki, əlyazma hansı xətt ilə yazılıbdır, içərisində nə qədər, tutaq ki, mən burada verdiyim bu mətn Osmanlıca yazılmış bir mətndir və mənə təhlil eləyibdir, bu hansı xətt ilə yazılıbdır, içərisində nə qədər ərəb-fars sözləri var, nə qədər ərəb sözü var, nə qədər fars sözü var, nə qədər Osmanlıca sözü var və nə qədər qədim türk sözləri var. O baxır, mən o süni intellektə necə bir əmr vermişəm və o mənə cavab verir. Və yəni 5 dəqiqə çəkmir, əlyazmanın bütün xüsusiyyətləri mənim qarşımdadır. Yəni bizim 1 aya, 2 aya görəcəyimiz bir işi 5 dəqiqə yəni həll olunub artıq çıxır. Amma bunun da bir problemi var. Tutaq ki, mən yenə də buradan götürürəm. Mən əlyazmanı verdim, o mənə analiz elədi, mətn haqqında məlumat verdi. Ancaq mətnin transliterasiyasına gəldikdə, yəni onun oxunuşuna gəldikdə, burada o özü də hətta məlumat verir ki, mən mətni oxudum, amma bəzi yerlərdə sözlər birləşdirdim. Bəzi yerlərdə sözləri ayırdım. Halbuki həmin sözləri məsələn mən yazsaydım, onu bitişik və ya ayrı yazardım. Hardakı mən bitişik yazacaqdım, o onu analiz edə bilmədiyi üçün həmin sözü ayrı yazıbdı. Hansı sözü ki mən ayrı yazacaqdım, o onu yenə analiz edə bilmədiyi üçün onu bitişik yazıbdı. Yəni mütləq yenə də insan əməyinə lazımdır ki, yəni qüsurları ola bilir. Bəli, qüsurlar var, ola bilir, yox, qüsurlar var. Yəni bu sahədə qüsurlar var. Yəni tam o, məsələn, mən mətni verdim, o mənə hazır mətn verdi, mən də onu götürdüm, kitab kimi təqdim elədim. Yox, belə bir şey yoxdur. Yəni süni intellekt bizim işimizi asanlaşdırır. Vaxt qazandırır bizə. Məsələn, bir kitabı 3 aya, 5 aya, 1 ilə hazırladığımız halda indi 1 aya, 2 aya biz kitabı, yəni o qüsurları aradan götürərək kitabı hazırlayıb təqdim edə bilirik. Məsələn, mən sizə bir şey də deyim. Tutaq ki, bu kitabı mən 2020-ci ildə çıxartmışam. Burada da əlyazmadır bu. Əladdin Çələbinin Kitab-ı Tac ədəb əsərinin tekstoloji tədqiqi və müqayisəli mətnidir. Və bunun tərcüməsini də içərisində kitabı Osmanlıca bir kitabdır bu. Bu tərcümə eləmişəm. Daha doğrusu transliterasiya eləmişəm və müasir Azərbaycan dilində tərcüməsi var içində. Və bunu mən edərkən, bu mənim 10 ilimi alıbdır. Baxın, bu kitabı mən hazırlayarkən 10 ilimi sərf eləmişəm. Bu mənim dissertasiya mövzumdur. Həm dissertasiya kimi, həm də monoqrafiya kimi bu kitabı çıxartmaqda mənim 10 ilimi alıbdır. Amma eyni bu kitabdan hazırda, yəni başqa bir Şəmsəddin Sivasinin Gülşanabad əsəri üzərində çalışırdım mən. Demək olar ki, 3 aya bu 10 ilə gördüyüm bu işi eyni bu şəkildə, burada müqayisəli mətndə, orada mən tənqidi mətn hazırlamışam. O kitabı mən 3 aya hazırladım və hazırda birazdan kitab çap olunacaq. Görün, mən 10 ilimi sərf elədiyim bir şeyi 3 aya hazırladım, verdim. Yəni hazırda kitabda çapdadır, kitab çap olunacaq. Deməli, zaman baxımından bəli, bizi çox irəli götürür. İşimizin sürətli getməsinə bizə kömək eləyir. Bəzi şeylər var ki, baxırsan ki, süni intellekt məsələn insandan daha yaxşı oxuyur onu, məsələn o daha yaxşı analiz edir. Məsələn, mən tutaq ki, bir mətni 5 cümlə ilə analiz edirəmsə, o 10 cümlə ilə analiz edir, daha geniş və gözəl bir analiz verir. Ancaq yenə də mütləq nəzarət lazımdır, insan nəzarəti mütləqdir. Şərq xalqlarının tarixi, dili, ədəbiyyatı, mədəni irsinin öyrənilməsi üçün yəni aparılan fundamental tədqiqatlar hal-hazırda varmı? Mən sizə onu deyim, yəni biz bildiyiniz kimi hələ təzə-təzə bu işin demək olar ki, bu süni intellekt, rəqəmsallaşma, düzdür, əvvəl də ölkəmizdə var idi, istifadə eləyirdik, amma indi professional şəkildə, yəni elmi tədqiqat işlərinin aparılması,
həm dilçilik baxımından, həm ədəbiyyat baxımından, yəni elmdə fundamental əsərlərin ortaya qoyulması, rəqəmsallaşma ilə bağlı, süni intellektlə bağlı belə bir əsərlərin ortaya qoyulması üçün bizə vaxt lazımdır. Yəni biz artıq hələ bu işin təzə demək olar ki, başlanğıcındayıq. Özümüz öyrənməyə çalışırıq. O qaçır, biz qovuruq. O qaçır, biz qovuruq. Sanki təzə yeni bir proqram çıxır. Biz onu öyrənincə, onu tətbiqə başlayırıq, baxırıq artıq başqa bir proqram var. Onu öyrənməyə çalışırıq, baxırıq artıq başqa bir proqram var. Mən ehtimal edirəm ki, təbii ki, fundamental əsərlər olacaq və var da. Məsələn, Dilçilik İnstitutunda məncə orfoqrafiya lüğəti üzərində böyük işlər gedir. Yəni onlar artıq onu işə başlayıblar. Bizim Şərqşünaslıq İnstitutunda da yenə kitablarımız artıq başlamışıq belə bir əsərlər yaratmağa. Plan işləri götürmüşük süni intellektlə bağlı. Məsələn, tutaq ki, şərqşünaslıqda süni intellektin istifadəsi necə məhsuldar ola bilər. Bu sahədə belə işlər görməyə çalışırıq və inanırıq ki, tezliklə çox böyük fundamental əsərlər ortaya qoyulacaq bu barədə. Və bu da bizə gələcək nailiyyətlərimizdə, gələcək elmi araşdırmalarımızda, indi bəlkə bizdə də olmasa, gələcək nəsillərdə onlara bir yol göstəricisi kimi yol göstərən olacaq. Hansı işlər üzərində işləyirsiniz indi? Hazırda bildiyiniz kimi bizdə Şərqşünaslıq İnstitutunda yeni bir şöbə dediyim kimi yaradıldı və mən yenə orada yazılı abidələrlə məşğulam. Əlyazmalarla işləyirəm. Yəni şöbədə bir neçə nəfər elmi işçilər var. Yəni hərənin öz sahəsi var. Məsələn, ərəb ədəbiyyatı ilə bağlı olan əməkdaşımız var. Ondan sonra Türk ədəbiyyatı ilə məşğul olanlar var, Fars ədəbiyyatı ilə məşğul olanlar var. Yəni ümumi bir şərqşünaslıqla məşğul olan bir şöbə yaradılıbdır. Mən özüm hazırda dediyim kimi yazılı abidələr üzərində işləyirəm və Şəmsəddin Sivasinin əsərlərinin süni intellektlə araşdırılmasına başlamışam. Birini hazırlayıb artıq təhvil vermişəm. Bizim Əlyazmalar İnstitutunda onun 3 əlyazması var və o 3 əlyazmanın üçünü də biz əldə eləmişik və onu da sizə deyim, əlyazmaların əldə olunmasında süni intellektin bizə çox böyük köməyi var. Belə deyim ki, məsələn, əvvəllər biz əlyazmanı ancaq gedib Əlyazmalar İnstitutunda oturub, yəni bizə o şəkildə o verilirdi, çünki əlyazma oradan kənara çıxa bilməzdi. Orada oturub onu oxuyurduq və əgər o əlyazma bizə veriləcək vəziyyətdədirsə, onu bizə verirdilər. Yox, vəziyyətdə deyilsə, tökülürsə və ya xarab olubdursa, vərəqlər xarab olubdursa, nəm çəkibdirsə, çünki onu əl vuranda onlar dağılırlar. Yəni, çox vaxt icazə vermirdilər. İstəyirdilər əlyazma, əl vurulması mümkün deyil. Amma indi artıq bu süni intellekt vasitəsilə əlyazmalar skan olunur. Hazır vəziyyətdə biz gedəndə heç bizə əlyazma təqdim olunmur. Yəni, istədiyimiz əlyazma əgər institutda varsa, Əlyazmalar İnstitutunda varsa, biz müraciət edirik. Onlar bizə onu artıq flaşda və yaxud da e-maillə göndərirlər və biz hazır şəkildə istifadə edirik və süni intellektin əlyazmaların istifadəsində çox böyük təsiri var. Ona görə ki, biz o əlyazmaların skan eləyərkən, yəni artıq yeni texnologiyalar çıxıb, heç onları əl dəyilmir. Yəni müəyyən aparatlarla vərəqlər çevrilir və onlar skan olunur. Yəni insan əli dəymədən onlar skan olunur və bu elmlə məşğul olanlara təqdim olunur və bu böyük bir şeydir bizim əlyazmalar üçün, böyük bir nailiyyətdir ki, onlar belə bir aparatura gətiriblər, təşkil ediblər və biz orada əlyazmalardan çox rahat şəkildə istifadə edirik. Yəni, əvvəlki kimi gedəndə yox, əlyazma istifadə oluna bilməz, əldə edilə bilməz sözünü artıq eşitmirik. Çox rahat istədiyimiz şəkildə əlyazmaları götürürük və istifadə edirik. Və mənim istifadə edədiyim o Şəmsəddin Sivasinin əlyazmaları da demək olar ki, bir əlyazma yaxşı vəziyyətdə idi. Mən onu bir 10 il bundan qabaq götürmüşdüm, icazəsi ilə transkripsiya eləmişdim, götürmüşdüm. Amma indi hazırda onun 2 əlyazmasını artıq mənə süni intellekt vasitəsilə onlar skan eləyiblər, hazır vəziyyətdə təqdim elədilər. Çox rahat işləyirəm, yəni hazır kompüterdədir. İstədiyim vaxt açıram, oradan onu hətta kopiravatda eləmək də olur, yəni kopyalamaq da olur və çox rahat işləyirik. Süni intellektin elmimiz üçün istifadəsi bizim üçün irəliləyişdir.
Deməli, innovativ yeniliklər alimlərin işini Bəli, əlbəttə yüngülləşdirir, yüngülləşdirir işimizi, amma yenə də etika çərçivəsində biz süni intellektin etika çərçivəsində istifadə etməliyik. İnci xanım, çox sağ olun. Sizə uğurlar arzulayırıq. Çox sağ olun. İşlərinizdə inşallah. Güman edirəm ki, yeni əsərlərinizlə, yeni kitablarınızla yenə görüşəcəyik sizlə. Çox sağ olun, təşəkkür edirəm. Uğurlar arzulayırıq. Siz sağ olun, mən təşəkkür edirəm ki, bizi dəvət elədiniz.